Bu gün dərsindən mövzumuz materiklərin fiziki coğrafi mövqeyidir. Materiklərin fiziki coğrafi mövqeyindən danışmamışdan qabaq ona diqqət eləməliyik ki, yer kürəsinin ümumi sahəsi nə qədərdir? 510 milyon kvadrat kilometr. Və 510 milyon kvadrat kilometrin 361 milyon kvadrat kilometri əsasən su sahəsindən, 149 milyon kvadrat kilometr isə quru sahəsindən ibarətdir. Bu 149 milyon kvadrat kilometrin əsas hissəsini materiklər, qalan kiçik hissəsini isə adalar təşkil edir. Materiklər əsasən dünyada materiklərin sayı 6 dənədir. Ən böyük materik sahəsinə görə Avrasiya materikidir. Daha sonra Afrika materiki, növbə ilə Şimali Amerika materiki, Cənubi Amerika materiki, Antarktida materiki və ən kiçik materik, 6-cı materik Avstraliya materikidir. Biz sizinlə ilk öncə ən böyük materik olan Avrasiya materikindən danışacağıq. Avrasiya materiki sahəsinə görə dünyanın ən böyük materikidir. Onun sahəsi 54 milyon kvadrat kilometrdir. Avrasiya materiki əsasən 3 dənə yarımkürədə yerləşir. Bunlardan ekvator xətti onu kəsmədiyi üçün tamamilə şimal yarımkürəsində, əsas hissəsi şərq və qalan kiçik hissəsi isə qərb yarımkürəsində neynəmişdir? Yerləşmişdir. Deməli, Avrasiya bütün işıqlanma qurşaqlarında yerləşir. Əsasən şimal qütb dairəsi və şimal tropik xətti Avrasiyanı kəsdiyi üçün şimal qütb işıqlanma qurşağı, şimal mülayim işıqlanma qurşağı və nəhayət tropik işıqlanma qurşağında yerləşmişdir. Avrasiya materiki əsasən 4 okeanın 4-ü ilə də əhatə olunub. Bunlara şimal tərəfdən Şimal Buzlu okeanı, şərq tərəfdən dünyanın ən böyük okeanı olan Sakit və yaxud Pasifik okeanı, cənubdan Hind okeanı, qərb sərhədlərindən isə Atlantik okeanla əhatə olunub. Avrasiya materiki 2 dənə qitədən ibarətdir. Deməli, Avropa qitəsi və əsas hissəsi Asiya qitəsi. Avropa qitəsi ilə Asiya qitəsi arasında təbii sərhədlər mövcuddur. Bu təbii sərhədlərə biz daha yaxından nəzər yetirsək, Rusiya ərazisində yerləşən Ural dağlarının şərq ətəkləri, Xəzərin şimalındakı Xəzəryanı çökəkliyi, Kumamanı çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor və yaxud İstanbul boğazı, Mərmərə dənizi, Dardanel boğazı və yaxud digər adı ilə Çanaqqala boğazı Avropanı Asiyadan ayırır. Avropanın ümumi sahəsi 10,5 milyon kvadrat kilometrdir. Avropa 3 yarımkürədə yerləşən qitədir. Deməli, bunlardan əsasən bütövlükdə şimal yarımkürəsində Greenwich xətti kəsdiyi üçün kiçik bir hissəsi qərb yarımkürəsində, böyük bir hissəsi isə şərq yarımkürəsində neynəmişdir? Yerləşmişdir. Deməli, Avropa 2 okeanla əhatə olunub. Bunlardan əsasən Şimal Buzlu okean şimal tərəfdən və qərb hissəsi həm də ki daxili dənizlərdən Atlantik okeanla əhatə olunub. Şimal Buzlu okeana aid burada əsasən Barents dənizi və Ağdəniz yerləşməkdədir. Amma Atlantik okeanının dənizlərindən Norveç dənizi, Şimal dənizi, Baltik dənizi, daha sonra Aralıq dənizi, Mərmərə dənizi, Egey dənizi və Qara dəniz, Azov dənizi suları ilə əhatə olunmuşdur. Deməli, əsasən Avropanın nəhəng yarımadalarına diqqət eləsək, şimal tərəfdən öz relyefi ilə fərqlənən Skandinaviya yarımadasını, hətta Avropanın ən nəhəng yarımadasıdır Skandinaviya yarımadası. Skandinaviya yarımadası, Jutlandiya yarımadası, Bretan yarımadası, daha sonra Piriney yarımadası, Apenin yarımadası və Balkan yarımadaları ilə, həm də ki Krım yarımadası ilə Avropa əhatə olunmuşdur. Deməli, burada əsasən biz diqqət eləsək, Apenin yarımadasına diqqət eləsək, Apenin yarımadası bir növ çəkməyə də bənzəyir. Bunu da belə xəritədə yadda saxlaya bilərsiniz. Deməli, Avropanın adalarından diqqət eləsək, məşhur Novaya Zemlya adası, daha şimala getsək Frans İosif adaları, sonra Şvartsland adaları. Frans İosif və Novaya Zemlya Rusiyaya aiddir. Şvartsland adaları isə aiddir Norveçə
biz deyəcəyik. Daha sonra burada məsələn məşhur vulkanik adalardan biri İslandiya adası, üzərində sadəcə İslandiya ölkəsi yerləşir və nəhəng Böyük Britaniya adalarını biz deyə bilərik. Və Aralıq dənizinin daxilində Korsika adası, Balear adaları, daha sonra Sardiniya adası, Siciliya adası və Yunanistana məxsus Rodos və Krit adalarını da biz göstərə bilərik. Həm də bununla yanaşı Avropa bir sıra boğazlar və körfəzlərlə də əhatə olunmuşdur. Deməli, əsasən Baltik dənizinə və Atlantik okeanına bilavasitə aid olan İsveç və Finlandiya arasındakı Botnik körfəzi, Finlandiya, Rusiya və Estoniya arasında məşhur Fin körfəzi, həm də Fin körfəzinin sahilində Finlandiyanın paytaxtı Helsinki, Estoniyanın paytaxtı Tallin, Rusiyanınsa bir növ döyünən ürəyi əsas şəhərlərindən olan Sankt-Peterburq şəhəri neyniyib yerləşib. Daha sonra burada Şimal dənizi Baltik dənizi ilə birləşdirən Kattegat, Skagerrak boğazları da yerləşmişdir. Və Böyük Britaniya adasını Avropanın əsas hissəsindən ayıran La Manş boğazı, sonra Fransa və İspaniya arasında yerləşən Biskay körfəzi və Avropanı Afrika materikindən ayıran boğaz Cəbəlü Tarıq boğazı burada yerləşib. Yadınızda saxlayın ki, buradakı Cəbəlü Tarıq mülkü Böyük Britaniyanın nə idi? Böyük Britaniyanın deməli mülküdür. Sonra yoldaşlar biz Avropanın ərazisini öyrəndikdə onu bir neçə hissəyə bölürük. Əsasən Avropanı biz diqqət eləsək geoloji quruluşundan da danışaq. İlk öncə Avropa geoloji quruluşuna görə ən böyük Avropanın tektonik strukturu arxe və proterozoy yaşlı qədim şərqi Avropa bir növ platformasıdır. Platformanın ümumiyyətlə qədim bünövrəsi Baltik və Ukrayna kristallik sahələrində bir növ səthə çıxmışdır. Daha sonra Avropanın əsasən cənub hissəsi geosinklinal qurşaqda yerləşir. Neotektonik hərəkətlər hələ də burada davam eləməkdədir. Çünki Avropanın cənubu ilə Avrasiya litosfer tavası və Afrika litosfer tavasının toqquşduğu yerdə bir sıra müasir dağ əmələ gəlmə mərhələləri, dağ əmələ gəlmə inkişaf etmişdir. Burada məsələn diqqət eləsək, İspaniya ərazisində Əndəlüs dağları, Piriney dağları, Alp dağları, Apennin dağları, daha sonra bir sıra dağlar da burada Alp, Himalay seismik qurşağına daxildir. Avropanın digər seismik ərazisindənsə biz danışsaq, burada da Orta Atlantika silsiləsi üzərində yerləşən İslandiya adasını nə edə bilərik? Nümunə göstərə bilərik. Məsələn, burada İslandiyada yerləşən məşhur 3 dənə vulkandan Hekla, Eyjafjallajökull və Bardarbunga vulkanlarını misal göstərmək olar. Həm də xüsusən Avropada, İtaliyanın özündə Etna vulkanı, Stromboli vulkanı və Vezuv vulkanı da yerləşir. Bunlar xüsusən adını çəkdiyim vulkanlar fəaliyyətdə olan vulkanlardır. Deməli, Avropa geoloji quruluşuna görə də qitə öz daxilində bir neçə hissələrə bölünür. Bu hissələrdən biz ilk öncə danışacağıq Şimali Avropa ərazisindən. Şimali Avropa regionu ümumiyyətlə özünə məxsus təbiətə və relyefə malikdir. Çünki burada əsasən dik yamazlı, sıldırım, qayalı dağlar yerləşib. Əsasən məsələn Skandinaviyanın biz təbiətindən danışsaq, Skandinaviya özü dağlıq yarımadadır. Şimali Avropanın əsas hissəsini əhatə edir Skandinaviya yarımadası, daha sonra İslandiya, Jutlandiya və diqqət eləsəz Estoniya, Latviya və Litva əraziləri neynir? Şimali Avropanın ərazisini təşkil eləməkdədir. Deməli yoldaşlar, Skandinaviya yarımadası əsasən dağlıq ərazidən ibarətdir. Skandinaviya yarımadasında Skandinaviya dağları yerləşir. Skandinaviya dağları qədim dağlar olub. Ən hündür zirvəsi Qarxı-Pitken zirvəsidir, 2469 metr. Skandinaviya dağlarından axan çaylardan və yaxud ümumiyyətlə Şimali Avropa regionunun çaylarından əsasən
dənizçilikdə, nəqliyyatda istifadə edilmir. Çünki burada meyillilik çox olduğu üçün və sıldırım yamaclardan axdığı üçün şəlalə vasitələr geniş yayılıb. Lakin bu çaylardan elektrik alınmasında, ağac axıdılmasında istifadə olunur. Məsələn, Norveç elektrik enerjisinin 95%-ni və yaxud 95%-dən də artığını nə etmişdir? Mənimsəmişdir. Əsasən bu regionda Skandinaviya yarımadası 20 min il əvvəldən bir növ qədim dağlarla örtülü olmuşdur. Hazırda sadəcə bu ərazilərdə kiçik buzlaqlar qalmaqdadır və 4-cü dövr buzlaşmasının nəticəsində də Skandinaviya yarımadası və yaxud Şimali Avropada biz 4-cü dövr buzlaşmasının izlərinə rast gələ bilərik. Məsələn, bu ərazilər daha çox parçalanmış və sahillər daha girintili, çıxıntılı, xüsusən də buzlaq mənşəli tektonik göllər burada geniş yayılmışdır. Daha sonra yoldaşlar, ümumiyyətlə Şimali Avropanın elə hündür zirvəsində biz dedik ki, Skandinaviya dağlarının ən yüksək zirvəsi qalxıb Hüggen zirvəsidir. Bu ərazidə yerləşir. Haradan? Norveçin ərazisində yerləşməkdədir. Bu regionun yeganə geosinkronal qurşağı İslandiyadadır. İslandiyada yadınızda qalsın vulkanik adadır. Burada vulkanlarla yanaşı qeyzerlərə də rast gəlinir. İslandiya adasında sadəcə İslandiya dövləti yerləşir. İslandiya dövlətinin isə paytaxtı Reykjavik şəhəridir. Daha sonra danışacağıq biz Orta Avropa regionundan. Orta Avropa regionunun əsasən şimal hissələri düzənliklərdən, cənub hissələri isə yüksəkliklərdən neyləmişdir? Təşkil olunmuşdur. Deməli, Orta Avropa regionunun əsas düzənliklərinə biz Almaniya və Polşa ovalığını neynəyəcəyik? Göstərəcəyik. Xəritəni biraz daha yaxınlaşdıraq, daha yaxşı görə biləsiniz. Almaniya və Polşa ovalığını göstərəcək və sizə də dediyimiz kimi diqqət eləsəz, Orta Avropa regionunun əsasən şimal hissəsi düzənliklərdən, xüsusən cənub hissəsi isə yüksəkliklərdən təşkil olunmuşdur. Deməli, Orta Avropa regionunun əsasən dəniz sahili bölgələrində, xüsusən də şimal hissələrində nələr baş verir? Emmələr baş verir və nəhəng quru sahələri suların altında qalırlar. Lakin ümumiyyətlə Avropanın dəniz sahilində yerləşən əsasən bir sıra ölkəsi texniki qururular, mürəkkəb texniki qururular vasitəsilə dənizləri qurudurlar və dənizlərin yerində nəhəng quru sahələri meydana gətirirlər. Bunlar da polderlər adlanır. Əsasən biz burada Niderlandın adını çəkəcəyik. Niderland ərazisinin 40%-i nələrdən ibarətdir? Polderlərdən ibarətdir. Hətta Niderlandda belə bir deyim də vardır ki, deyilir ki, dünyanı Tanrı yaratdı, Niderlandı isə Niderlandlılar yaratdı. Deməli, Orta Avropanın əksər hissəsi öz yaşına görə Hertsin yaşlı belə deyək ərazilərdir. Xüsusən Almaniya, Polşa ovalığı cavan platformadır. Bunu da belə yadda saxlayırıq. Alluvial düzənlikdir. Əsasən buranı kəsib keçən nəhəng çayların gətirdiyi çökmə süxurlardan təşkil olunmuşdur. Xüsusən burada şimal hissə olduğuna görə 4-cü dövr buzlaşmasının izlərinə biz burada neynəyə bilərik? Rast gələ bilərik. Deməli, Avropanın mərkəzi hissəsində orta hündürlüklü bir sıra dağlar belə deyək meydana gəlmişdir. Əsasən bu dağlar Hertsin qırışıqlığında yaranmış dağlardır. Məsələn, bunlara Vosges dağları, Schwarzwald dağlarını və yaxud mərkəzi Fransa massivini neynəyə bilərik? Nümunə göstərə bilərik. Deməli, burada əsasən cənub hissəsində seismiklik Alp dağlarında müşahidə edilir. Təbii ki, Alp dağları Alp dağ əmələ gəlmə mərhələsində yaranmış cavan dağlardır. Alp dağlarının ən hündür zirvəsi Mont Blanc'dır. 4607 metrdir. Əsasən Mont Blanc'ın hündürlüyü 4807 metrdir. Əsasən Mont Blanc'ın hündürlüyü və daha sonra yoldaşlar Alp dağları Fransa ərazisində, İsveçrə ərazisində, Avstriya, İtaliya kimi ölkələrin ərazisində yerləşir. Bir növ belə ölkələrin ərazisinə düşür. Alp dağlarından xüsusən dağ kurort turizmində neynənilir? Geniş istifadə olunur. Deməli biz daha sonra Orta Avropanın
çaylarından da danışsaq, əsasən bu zonanın çayları geniş düzənliklərlə və geniş açdığı yataqlarda axdığı üçün gəmiçilik əhəmiyyəti bu çayların böyükdür. Hətta burada Reyn çayının üzərində dünyanın ən böyük çay limanı olan Duisburg şəhərindəki elə eyni adlı Duisburg limanı da yerləşir. Çayları il boyu daim bol suludur. Deməli, buranın ölkələrinə məsələn nümunə kimi Böyük Britaniya, Almaniya, Fransa, Belçika, Hollandiya və sair misal göstərilə bilər. Daha sonra biz danışacağıq deməli Cənubi Avropadan. Əsasən Cənubi Avropa əhatə eləyir Aralıq dənizinin sahillərini. Aralıq dənizi Avropanı Afrika ilə ayıran təbii su hövzəsidir. Aralıq dənizi Atlantik okeanına birləşir Cəbəlü Tariq boğazı vasitəsilə. Cəbəlü Tariq boğazı da aiddir Böyük Britaniya. Yəni Cəbəlü Tariq boğazı Böyük Britaniyanın nəyidir? Mülküdür. Deməli, əsasən Cənubi Avropanın ərazisi düzənliklərdən deyil, dağlardan təşkil olunmuşdur və Cənubi Avropa regionu seysmik cəhətdən fəal ərazidir. Bunun da səbəbi Afrika litosfer tavası ilə Avrasiya litosfer tavasının konvergent sərhəddinə uyğun gəlir. Deməli, əsasən bu hissə dediyimiz kimi dağlardan və dağlıq yaylalardan təşkil olunmuşdur. Regionun xüsusən yarımadalarına biz diqqət eləsək, Piriney yarımadası, Apennin yarımadası və Balkan yarımadasından Korsika, Balear adaları, Sardiniya adası, Siciliya adası, Kirit adası və Rodos adasından təşkil olunmuşdur. Xüsusən Rodos adası Ecey dənizində Yunanistanın ən böyük adasıdır. Deməli, əsasən burada Balkan yarımadasında regionun böyük yarımadalarından olan Balkan yarımadasında əhəng daşı ilə zəngin süxurlar yayıldığı üçün burada Kars platosu da vardır. Yeraltı suların fəaliyyəti nəticəsində Sloveniyada Avropanın ən böyük karst mağarası olan Postoyun mağarası neynəmişdir? Yaranmışdır. Deməli, biz buranın dağlarına diqqət eləsək, əsasən Fransa ilə İspaniyanın sərhəddində Piriney dağları yerləşir. Piriney dağlarının ən hündür zirvəsi 3404 metrdir. İspaniyanın ərazisində isə Əndəlüs dağları yerləşir. Regionun şimal hissəsində Alp dağları və cənub hissəsində, belə deyək, cənub hissəsində, yəni İtaliya ərazisində, Apennin yarımadasında Apennin dağları yerləşir və Balkan yarımadasında da xüsusən müasir qırışıqlıq yayılmışdır. Deməli, daha sonra burada Meseta yaylası vardır ki, regionda geosinxonal bioseysmik cəhətdən aktiv yayladır, geosinxonal ərazidə yerləşən yayladır və burada deməli Padan ovalığı da vardır ki, Padan ovalığı da geosinxonal qurşaqda yerləşən ovalıqlardan biridir. Biz digər geosinxonal qurşaqda yerləşən ovalıqları desək, deməli Padan İtaliyanın ərazisindədir. Kolxida geosinxonalda yerləşən ovalıq Gürcüstan ərazisində və Kür-Araz geosinxonal qurşaqda yerləşən, təbii ki, Azərbaycan ərazisində olan nədir? Ovalıqdır. Deməli, yoldaşlar, daha sonra biz qitənin şərq hissəsinə diqqət eləsək, Şərqi Avropada xəritəni biraz balacalaşdıraq, daha yaxşı görə bilərsiniz. Bəli, qitənin şərq hissəsinə diqqət eləsək, əsasən qitənin şərq hissəsi geniş düzənliklərdən ibarətdir, xüsusən də Şərqi Avropa düzənliyi geniş ərazini əhatə edir və Şərqi Avropada bir sıra yüksəkliklərdən ibarətdir. Məsələn, burada biz Volqa yüksəkliyini, Valday yüksəkliyini, məsələn, Orta Rusiya yüksəkliklərini nə edə bilərik? Nümunə göstərə bilərik. Deməli, düzənliyin əsasən şimal hissəsində buzlaq relyef formaları yayılmışdır. Məsələn, bu hissədə Ladoqa, Onega gölləri və s. Rubinsk gölləri, bunlar əsasən
tektonik buzlaq mənşəli göllərdir. Yəni Şərqi Avropa düzənliyində və yaxud da Şərqi Avropanın biz şimal hissəsinə deyəcəyik ki, 4-cü dövr buzlaşmasının təsirlərinə məruz qalmışdır. Sonra deməli düzənlik ərazi olduğu üçün iqlimi və insanların yaşayışına şərait əlverişli olduğu üçün burada əsasən çay sahillərində geniş şəhərlər, nəhəng şəhərlər formalaşmışdır. Məsələn, bu şəhərlərə biz deyəcəyik ki, Sankt-Peterburq şəhəri, Moskva şəhəri, Kiyev şəhərini və s. misal göstərmək olar. Deməli, Şərqi Avropa düzənliyinin ümumiyyətlə cənub hissəsinə diqqət eləsək, burada böyük hansı dağlar yayılıb? Krım, Cavan Krım dağları və Qafqaz dağlarında misal göstərə bilərik. Ümumiyyətlə, bütün Avropanın və Şərqi Avropanın ən hündür zirvəsi Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrus dağıdır. 5642 metr hündürlüyə malikdir. Deməli, daha sonra yoldaşlar, Avropa ərazisinin faydalı qazıntılarından danışsaq, Avropa ərazisi əsasən yanacaq, filiz və qeyri-filiz faydalı qazıntıları ilə zəngindir. Xüsusən də dünyanın bir sıra mühüm kömür hövzələri də Avropanın ərazisində yerləşir. Məsələn, Donetsk, Petsora, Ruhr, Sar, Yuxarı Sileziya və yaxud Ostrava Karvin və s. Deməli, neftin əsas yataqlarını isə biz görəcəyik harada? Rusiya ərazisində, xüsusən Volqa çayı boyunda, daha sonra məsələn Karpatlarda, Orta Dunayda və Şimal dənizinin sahillərində də biz neftə xüsusən neyəcəyik, rast gələcəyik. Deməli, filiz faydalı qazıntılar içərisində əsasən dəmir filizi geniş yayılıb. Məsələn, bura Kma aiddir, sonra Kruna və s. filiz yataqları bura aiddir. Avropada həmçinin boksit, mis, sink, qurğuşun, kobalt, molibden, wolfram və s. yataqları da neynəmişdir, mövcuddur. Həmçinin Avropada yanar faydalı qazıntılarla və filiz faydalı qazıntılarla yanaşı tikinti materiallarının da geniş yayılmışdır. Məsələn, tikinti materiallarından mərmərdir, kvarsdır, qranitdir və s. Həmçinin müxtəlif duzlar, biz buna kalium duzunu, daş duzuna misal göstərə bilərik. Avropa ərazisində boldur. Deməli, Avropa qitəsinin əsas faydalı qazıntılarından danışsaq, onları sizə cəm şəkildə desək, məsələn, burada neft, qaz yayılıb Volqa boyunda, Orta Dunayda, Şimal dənizi ərazisində yayılıb. Kömür əsasən Donetsk, Ukrayna ərazisində, Petsora Rusiya ərazisində, Ruhr, Sar Almaniya ərazisində, Yuxarı Sileziya Polşada, Ostrava Karvin isə Çexiya ərazisində yayılmışdır. Boksit əsasən Macaristan və Fransa ərazisində boldu. Xromiti biz görəcəyik harada? Albaniyada, dəmir isə Kruna və Krivoy Rog ərazisində yayılıb. Kruna İsveçin ərazisindədir, Krivoy Rog isə Ukrayna ərazisinə neyniyir, düşür. Deməli, biz burada sizə kurort zonalarından desək, Şermark kurortu, dağ turizm kurortu düşəcək İsveçrənin ərazisinə, Postoyun mağarasını desək, Postoyun mağarası Sloveniyanın ərazisindədir və Menorka çimərliyi isə İspaniyanın Aralıq dənizi sahillərinə uyğun gələcəkdir. Deməli, daha sonra biz sizinlə danışacağıq Asiyanın relyefindən danışacağıq. Asiya qitəsi oroqrafik cəhətdən, yəni relyefinə görə çox mürəkkəb qitədir. Çünki Asiyanın ərazisində bir növ həm geniş düzənliklər, həm cavan, həm qədim dağlar, həm qırışıqlıq, həm yaylalar, həm yüksəkliklər, hamısı bir növ yayılıb. Deməli, Asiya qitəsi sahəsini desək biz 43,5 milyon kvadrat kilometr Asiyanın sahəsidir. Asiyanın ən yüksək zirvəsi Himalay dağlarında yerləşən Comolungma və yaxud digər adı ilə Everestdir. Hündürlüyü 8848 metrdir və Asiyanın ən çökək yeri Ölü dəniz ərazisində yerləşir, -405 metr. Avrasiyanın deməli ümumiyyətlə Asiyanın biz ucqar nöqtələrinə diqqət yetirsək, Asiyanın şimal ucqar nöqtəsi Çelyuskin burnudur.
yerləşir Rusiya ərazisində. Ucqar cənub nöqtəsi Piyayburundur, yerləşir Malayziyanın ərazisində və ucqar qərb burnu Bababurnudur, yerləşir Türkiyənin Ege dəniz sahillərində. Ən ucqar şərq burnu isə Dejnyov burnu yerləşir Rusiyanın ərazisində. Deməli, əsasən Asiya böyük platformalardan təşkil olunur. Məsələn, biz burada danışsaq Sibir platformasını deyə bilərik. Sibir platforması Baykal qırışıqlığı ərazisində yayılıb və əsasən yaylalardan, yüksəkliklərdən və qədim dağlardan təşkil olunduğu üçün filiz faydalı qazıntılar burada geniş yayılmışdır və zəngindir. Deməli, daha sonra Ərəbistan platformasından biz danışsaq, Ərəbistan platforması da Baykal qırışıqlığında yayılıb. Quraq iqlim şəraiti Ərəbistanda mövcuddur və quraq iqlim şəraiti yüksək temperatur olduğu üçün bu ərazi külək və fiziki aşınmanın sayəsinə neynəmişdir? Dağılmışdır. Deməli, xüsusən daha sonra burada da biz deyəcəyik ki, küləyin fəaliyyəti nəticəsində eol relyef forması yaranıb. Sonra biz Hindistan platformasından danışsaq, Hindistan platforması da yaranıb Baykal qırışıqlığında. Xüsusən Hindistana biz Avrasiya yad torpaq, yad ərazi deyəcəyik. Hindistanla yanaşı həm də Ərəbistana da, çünki onlar Avrasiyanın parçası olduğu Lavrasiyanın parçası deyil, Gondwana, qədim Gondwana qurusunun parçası olmuşlar. Sonradan tektonik hərəkətlər nəticəsində gəlib Avrasiya ilə neyləmişdir? Birləşmişdir. Xüsusən ərazi rütubətli iqlimdə və yaxud muson iqlim tipində yerləşdiyi üçün burada əsasən üzvü və kimyəvi aşınma daha intensivdir. Həm də ki, platformanın mərkəzində Dekan qayalı yaylası da neyləməkdədir? Yerləşməkdədir. Sonra xüsusən Mərkəzi Asiyanı təşkil edən Turan platformasından danışacağıq. Turan platforması əsasən Xəzər dənizinin şərq hissəsində neyləmişdir? Yerləşmişdir. Platformada ümumiyyətlə platformanın səthində eol relyef formalarına rast gəlir. Burada da küləklər intensiv olduğu üçün küləklərin fəaliyyəti nəticəsində əsasən platformanın səthində relyef forması neyniyib, yaranıb. Və xüsusən Turan platforması neft, qazla zəngin nədir? Zəngin ərazidir. Deməli, sonra biz danışacağıq əsasən haradan xüsusən danışacağıq Asiyanın hissələrə böləcəyik. Asiyada Avropa kimi bir sıra hissələrə bölünür. Təbii ki, bu da Asiyanın geoloji quruluşunun müxtəlif və mürəkkəb olması ilə bağlıdır. Deməli, əsasən Asiya qitəsinin cənub-qərb hissəsini biz adlandıracağıq Cənub-Qərbi Asiya. Cənub-Qərbi Asiya bəzi mənbələrdə də Ön Asiya adlandırılır. Cənub-Qərbi Asiya əsasən Anadolu yaylası, İran yaylası, Mesopotamiya ovalığı və Ərəbistan yarımadasından nə olub? Təşkil olunmuşdur. Xüsusən Cənub-Qərbi Asiya regionuna aid olan Ərəbistan yarımadası dünyanın ən böyük nəyidir? Yarımadasıdır. Deməli, bu region seysmik cəhətdən aktivdir. Təbii ki, bu regionda bir dənə Ərəbistan platformasıdır ki, platformalarda təbii ki, biz bilirik, yer kürəsinin sabit sahələridir. Yəni, orada geosinkronal hadisələrdən söhbət gedə bilməz. Amma burada Anadolu yaylası və İran yaylasında çoxlu sönmüş vulkanlara rast gəlmək olar. Məsələn, Anadolu ərazisində yerləşən Ağrı dağına, İran ərazisində yerləşən Əlbrusa, Dəmavənd sönmüş vulkanına, Savalana və s. rast gəlmək olar. Deməli, əsasən regionun ölkələrindən biz bəzilərinin adını çəksək, burada biz deyəcəyik ki, Türkiyə, Azərbaycan, xüsusən Azərbaycan fiziki coğrafiyasına görə Asiyanın tərkib hissəsi olsa da, iqtisadi və siyasi baxımdan Avropa ölkəsi sayılmaqdadır. Deməli, İran, İraq, Suriya, Səudiyyə Ərəbistan, Yəmən, Oman və digər ərəb dövlətləri də nədir? Bura aiddir.
Deməli, Cənub-Qərbi Asiyanın sahillərində əsasən Qara dəniz, Egey dənizi, Aralıq dənizi, Qırmızı dəniz, daha sonra Ədən körfəzi, Ərəbistan dənizi, sonra Hörmüz boğazı və İran körfəzi nə eləməkdədir? Yerləşməkdədir. Deməli, Cənub-Qərbi Asiyanın sahillərini həm də dünyanın ən böyük nəhəng gölü olan Xəzər dənizi yumaqdadır. Cənub-Qərbi Asiya əsasən yerləşir. Şimal əsasən hissəsi subtropik iqlim, cənub hissəsi isə quru tropik iqlimdə yerləşir və xüsusən də tropik iqlimdə yerləşən ərazilərdə böyük səhralar meydana gəlmişdir. Xüsusən də Cənub-Qərbi Asiyanı və daha da dəqiq desək, Ərəbistan yarımadasını şimal tropik xətti nəyniyir? Kəsməkdədir. Sonra regionun böyük dağlarından danışsaq, Türkiyənin Anadolu yarımadasının şimalında Pont və yaxud digər adları ilə Qaradəniz dağları, cənubunda isə Toros və yaxud Tavr dağları yerləşir. Sonra bu hissələrdə İran ərazisində İranla İraqın sərhəddi boyunca Zagros dağları nə eləməkdədir? Zagros dağları yerləşməkdədir. Daha sonra Mərkəzi Asiyadan danışsaq, Mərkəzi Asiya relyefi buranın ən hündür, ən uca dağ zirvələrinə bir növ ev sahibliyi eləyir. Məsələn, burada Pamirdir, Hindquşdur, Tian-Şan dağlarıdır. Əsasən zirvələrinin hündürlüyü 7000 metrdən nədir? Artıqdır. Deməli, ümumiyyətlə Mərkəzi Asiyada əsasən dağlar arasında, məsələn, Kunlun dağları ilə Tian-Şan dağları arasında təklə məkan səhrası və yaxud digər adı ilə desək, Tarim çökəkliyi geniş yer tutmaqdadır və dağların arasında geniş çökəkliklər də yayılmışdır. Daha sonra bu regionun ən çökək yeri Turfan çökəkliyidir. -155 metrdir Turfan çökəkliyi və xüsusən bu ərazi əsasən materikin mərkəzi olduğu üçün bu ərazidə quraq iqlim şəraiti hökm sürür, çünki kontinentaldır. Əsasən bu ərazinin şimalı kontinental, kəskin kontinental mülayim iqlim tipində, cənubu subtropikin kontinentalında əsasən neynəməkdədir? Yerləşməkdədir. Ona görə bu ərazilərdə əsasən səhralar, təkləməkan səhrası, Qızılqum səhrası və s. burada geniş neynəməkdədir? Yayılmaqdadır. Deməli, regionun da çay şəbəkəsi olduqca zəifdir. Burada əsasən Amudərya və Sırdərya çayları vardır ki, onlar da son dövrlərdə küllü miqdarda suvarılmada istifadə edildiyi üçün artıq kor mənsəbli çaylar halına gəlib ki, Aral dənizinə gəlib tökülmürlər. Deməli, Mərkəzi Asiyada əsasən dağlıq ərazilərdən, yüksəkliklərdən təşkil olunduğu üçün burada daş kömür, qızıl, dəmir filizi və s. geniş yayılır. Xüsusən də bu ərazilərdə, xüsusən Qazaxıstan, Türkmənistan, Özbəkistan ərazilərində, Xəzər dənizinin şelfində, şərq düzənliklərində neft, qazlı sahələr üstünlük təşkil eləyir. Deməli, sizinlə biz Şərqi Asiyadan danışsaq, əsasən Şərqi Asiyanın sahil bölgələrində ovalıqlar təşkil edir. Xüsusilə regionun ən böyük ovalığı Çin ərazisində formalaşan, Çin ərazisində axan Xuanxe və Yansızı çaylarının arasında yerləşən böyük Çin düzənliyidir. Sahil boyu ərazilər əsasən ovalıqlardan təşkil olunsa da, sahil boyundan uzaqlaşdıqca, dağlara doğru irəlilədikcə nə baş verir burada? Yüksəklik şkalası getdikcə artır. Yəni ərazi düzənlikdən bir növ
dağlara doğru hündürləşməyə başlayır. Deməli, Şərqi Asiyanın sahillərini əsasən Sakit Okeana məxsus dənizlər yuyur. Yapon dənizi, Sarı dəniz və sair biz bu dənizləri nümunə göstərə bilərik. Deməli, əsasən regionun şimalında paleozoy yaşlı məsələn diqqət eləsəz, Böyük Xinqan, Kiçik Xinqan dağ silsilələri də yerləşmişdir. Əsasən burada Sakit Okean və Avrasiya litosfer havalarının subduksiya zonalarına, konvergent subduksiya zonalarına uyğun gəlir. Sonra biz sizinlə danışacağıq Cənub-Şərqi Asiya regionundan. Cənub-Şərqi Asiya regionu əsasən Hind-Çin yarımadasını və Zond adalar qrupunu əhatə eləyir və yaxud Zond adalarının Zond arxipelagını digər adı ilə biz sizə desək, bu Malay arxipelağı da adlanır. Deməli, regionun ən böyük düzənliyi Mekong çayının yaratdığı elə Mekong ovalığıdır. Deməli, xüsusən də bu regionda sahəsinə görə ikinci və dünyanın ikinci və üçüncü ən böyük adaları yerləşir. Dünyanın ən böyük ikinci adası burada Yeni Qvineya adası və üçüncü Kalimantan adasıdır. Təbii ki, biz dünyanın ən böyük adasını bilirik ki, Grenlandiya adasıdır. Danimarkaya məxsus adadır. Daha sonra ikinci ada Yeni Qvineya və üçüncü ada isə hansı adadır biz dedik? Kalimantan adasıdır. Kalimantan adının digər adı isə Borneo adasıdır. Deməli, bu regionlar, xüsusən bu region, Cənub-Şərqi Asiya regionu əsasən Sakit Okeanın sahil suları və Hind Okeanının sahil suları ilə yuyulur. Xüsusən region materik və okean litosfer havalarının sərhəddində yerləşdiyi üçün tektonik və vulkanizm prosesləri bu ərazilərdə müşahidə edilməkdədir. Məsələn, bu ərazinin böyük vulkanlarından, məsələn, Krakatoa, Semero vulkanlarını misal göstərmək olar. Deməli, region xüsusən zəngin neft, qaz, xromit, nikel, mis, wolfram qurşaqlarına da, wolfram faydalı qazıntılarına da malikdir. Həmçinin bu ərazi qalay wolframla tanındığı üçün bu əraziyə nə deyirlər? Qalay wolfram qurşağı da adlandırırlar. Sonra biz sizinlə danışacağıq əsasən haradan? Cənubi Asiyadan danışacağıq. Deməli, Cənubi Asiyanın əsas hissəsini hansı yarımada tutur? Hindistan yarımadası tutur. Deməli, Asiyanın cənubuna ilə biz ümumi Asiyanın cənubuna qərbdən şərqə doğru diqqət eləsək, əsasən yarımadalardan ibarətdir. Ərəbistan yarımadası, Hindistan yarımadası və Hind-Çin yarımadalarından nədir? Hind-Çin yarımadalarından təşkil olunub. Deməli, Hindistan yarımadası əsasən biz Hindistan yarımadası haqqında danışsaq, deyəcəyik ki, Hindistan Avrasiyaya yad torpaqdır. Çünki Avrasiya, Lavrasiya, qədim Lavrasiya qurusunun bir parçası olsa da, Hindistan qədim Lavrasiya qurusunun bir parçası deyil. Gondvananın bir parçası neynəmişdir? Gondvananın bir parçası olmuşdur. Xüsusən Hindistan ekvator tərəfindən kəsilmir. Hindistanın mərkəzindən şimal tropik xətti keçir. Lakin Hindistan tropik iqlim tipində yerləşmir. Çünki bu ərazilərdən gələn musson küləkləri nəticəsində tropik iqlim qurşağı tam zolağı əmələ gətirə bilmir və Hindistan, yəni Cənubi Asiya, Cənub-Şərqi Asiya və Şərqi Asiya bütövlükdə musson iqlim tipində yerləşir. Musson iqlim tipinin də yay yağıntılı, qışı quraq keçir. Çünki yay aylarında dənizdən quruya, qış aylarında qurudan dənizə neynirlər, əsillər. Deməli, xüsusən Hindistan yarımadası əsasən demək olar ki, nəhəng platformadan ibarətdir. Yalnız Cənubi Asiyanın şimal hissəsi Himalay dağları ilə əhatə olunduğu üçün şimal hissəsində seysmiklik müşahidə edilir. Xüsusən Hindistanın mərkəzində Dekan yaylası
və Dekan platosu da geniş yer tutduğu üçün ərazi əsasən daş kömürlə, dəmir filizi ilə, qrafit kimi mineral ehtiyatlarla və bundan əlavə digər filiz, qeyri-filiz, tikinti ehtiyatları ilə zəngin təmin olunmuşdur. Himalay dağları bu regionu Şərqi Asiyadan neynir? Bir növ ayırır. Deməli, xüsusən burada Hindistan yarımadası Hind-Avstraliya litosfer litosferinin tərkib hissəsinə aiddir və Hind-Avstraliya litosfer litosferi ilə Avrasiya litosfer litosferinin toqquşması nəticəsində dünyanın ən hündür dağları olan nəhəng Himalay dağları neynəmişdir? Meydana gəlmişdir. Himalay dağlarının da ən hündür zirvəsi biz bayaqları dediyimiz kimi Comolungma Everest dağıdır, 8849 metr. Comolungma da Çinlə Nepalın sərhədinə düşür. Bu da yadınızda qalsın. Daha sonra ikinci ən böyük zirvə isə biz götürürük Qaraqorum dağlarında olan Dzogori və yaxud K2 zirvəsi 8611 metr. Bu zirvə də bu regiona aid olacaq. Deməli, daha sonra biz burada nə sizin nəzərinizə çatdıracağıq? Deməli, Nepal ərazisində Nepal yüksək dağlıq ölkədir. Hindistanla əsasən Çinin arasında yerləşir. Nepal ərazisində yüksək dağlıqda yaşayan Şerplər adlı xalqlar vardır ki, onlar Himalay dağlarına gələn turistlərin əşyalarını daşımaqla əsasən fəaliyyət göstərirlər. Elə bununla da pul qazanırlar. Deməli, sonra da burada əsasən nəhəng Tibet yaylası yerləşir və Tibet yaylasında Yak adlanan Tibet öküzləri də 4000-6000 metr yüksəklik ərazilərdə neynirlər? Yaşayırlar.